Hə, deyim, neçə? 10. Hansı halda reaksiya axıra qədər getmir? Yenə də. Deməli, uşaqlar, baxırıq bir test 32-25-dən 10 sual. Neydi bu mövzunun adı? Sosial sahib. Deməli, uşaqlar, axıra kimi getmirsə, qaydamız nədir? Yəni, çöküntü alınmalıdır. Nə su, nə də qaz. Yəni, zəif elektrolit alınmamalıdır. Gəlin baxaq. Kalsium karbidlə su alınır kalsium hidroksid və C2H2. Natrium OH xlor. Natrium xloridlə su alındığına görə, deməli, bu zəif elektrolitdir. Su ona görədir, al gedir. Gümüşlə ortofosfat birləşir. Gümüş bir ortofosfat çöküntüsü alınır və natrium nitrat alınır. Natrium xlorla kalium sulfat alınır, kalium xloridlə, məsələn, natrium sulfat. Bunların da məsələn, belə alınsa belə heç bir çöküntü vermir. Çöküntü vermədiyinə görə bu reaksiya gedilməz. Duzla duz nə zaman gedirdi? Çöküntü alınarsa. Çöküntü alınmırsa duzla duz reaksiya getmir. Magnezyum sulfatla alınır, magnezyum sulfat duzu və hidrogen qazı. Hidrogen qazı alındığına görə reaksiya axıra kimi getmiş sayılır. Növbəti. Sonra. 11. Hansı reaksiya məhlulda axıra kimi gedər? Yəni, çöküntü qaz su və yaxud da zəif elektrolit alınmalıdır. Qurğuşunla xlor nə alınır? Qurğuşun 2 xlorid, bəli, budur. Qurğuşun 2 xlorid alınır çöküntü və kalium nitrat maddəsi. Çöküntü alındığına görə reaksiya axıra kimi getmiş sayılır. Burada sulfatı nitrat duzundan çıxaranmaz. Çöküntü də alınmır deyə getmir ümumiyyətlə. Bariumla sulfat özü nədir? Çöküntüdür. Başlanğıcda çöküntü halında olan duz reaksiya getmir normalda. Bəli, burada barium sulfat həm çöküntüdür, həm də H-xlor barium sulfatdan sulfat turşusunu duzundan çıxaranmaz. Çünki niyə? Sulfat xloriddən qüvvətlidir. Bir şərtlə çıxara bilər ki, zəif turşu, qüvvət turşunun duzundan bir şərtlə çıxarır ki, qazılır. Nə zaman? Çöküntü alınarsa. Yəni, zəif turşunun anyonu, turşu qalığı, qüvvət turşunun tərkibindəki metalla birləşəndə çöküntü alınarsa əgər. Gümüş bir xlorid çöküntüdür. Çöküntü də ki, gördüyünüz kimi alınmır, getmir. Burada da sulfat, daha doğrusu metasilikat turşusu özü çöküntüdür. Çöküntü halında olan turşu ilə suda həll olan duz reaksiya getmir. Cavab olur A variantı. Sonra 15-17. 15-17 gətirib baxaq. Hansı reaksiya yenə məhlulda axıra kimi getmir? Özümüz deyin. Mislə OH birləşənə verir. Mis 2 hidroksid. Demişdik ki, zəif metalların əsasları çöküntüdür. Kalsium hidrokarbonatla kalsium hidroksid turş duzla oradakı metala uyğun əsas nə alınırdı? Normal duz kalsium karbonat çöküntüdür. Üstə gələk su. Həm su, həm çöküntü duz. Axıra kimi tam gedir reaksiya. Hər iki maddə zəif elektrolitdir. Bu da getdi. Natrium OH ilə birləşəndə belə çöküntü alınmır. Nə də ki, kalium PO4 ilə. Heç biri çöküntü deyil. Ona görə də reaksiya getmir burada. Cavab olur C variantı. Burada da onun kimidir. Alınır əsasla, qələbi ilə turş duz, alınır normal duz və su. Su alındığına görə axıra kimi getmiş sayılır. Əsasi duzla turşu nə alınır? Normal duz, üstə gələk H2O. Və yaxud da bir H var da burada. Biri OH-ı bir H ilə birləşdirir. OH-ın biri yerinə xlor keçirir. Alınır ferrum, OH, xlor 2, üstə gəl H2O. Su alındığına görə reaksiyamız yenə nə sayılır? Axıra kimi getmiş sayılır. Suallı baxıma görə. Cavab olur C variantı. Sonra 17. Qurğuşun 2 nitrat və natrium sulfat məhdullarını qarışdırdıqda hansı iyonlar arasında reaksiya baş verər? Qurğuşun 2 nitratla natrium sulfat arasında baş verən reaksiya.
quruluşunla nə birləşir? Sulfat. Quruluşunla sulfat nədir uşaqlar? Ağ çöküntü, sulfatlarda. Deməli, burada quruluşun katyonunla sulfat anyonu arasında reaksiya baş verir və alınır quruluşun 2 sulfat nəyi? Ağ çöküntüsü. Bəli, quruluşunla sulfat iyon arasında reaksiya baş verir. Yer var. Sonra? 20. Neçə? 20. Baxa. Deyir, kalsium xloritlə X maddəsi nədir ki, burada kalsium karbonat çöküntüsü alınsın. Deməli, məntiq nədir? Məntiq odur ki, karbonatın burada nə olmalıdır? Suda həll olan duzu. Verilən duzlardan hansı suda həll olur karbonatlardan? Baxın, kalium karbonat. Buradakı maddə nə ola bilər? Kalium karbonat. Suda həll olan duz. Kalsium karbonatla birləşib çöküntü alınır və kalium birləşib xlorla alınır suda həll olan duz. Yəni, karbonatın suda həll olan birləşməsi olmalıdır ki, iyonlarına ayrılsın və kalsiumla birləşəndə çöküntü alınsın. Növbəti. 23 var. Hansılarda çöküntü doğrudur? Bəli, bariumla sulfat çöküntü doğrudur. Kalium xlorun, kaliumun heç bir duz çöküntü deyil, səhvdir, ola bilər çöküntü. Burada səhv edilər. Gümüş 1 xlorun çöküntü doğrudur. Burada da dəmir 2 karbonatdır, səhv edilər. 1 ilə 3. Sonra? 29 var. Baxa. 29. Hansı reaksiya çöküntünün əmələ gəlməsi ilə məhdudda axıra qədər gedir? Çöküntü deyir uşaqlar, baxın, natrium OH ilə natrium HCO alınırdı. Turş duz əsas, alınır normal duz, natrium karbonat və su. Çöküntü alınır, yox. Kalsium karbonatla H-xlor, kalsium xlorid, karbon qazı və su. Çöküntü yox, qazla su alınır, olmaz. Natrium karbonatla HNO3. Bizdəki harada qalır. Natrium karbonatla nitrat turşusu. Natrium nitratla birləşir. Alınır natrium nitrat və karbonat turşusu parçalanır. Deməli, karbon qazı və suya. CO2 və suya. Kalsium xloridlə natrium karbonat. Natrium birləşir xlorla natrium xlorid və kalsium birləşir karbonatla. Alınır kalsium karbonat. Çöküntü. Bəli, çöküntü burada alınır, D variantı. Burada nə almışaq deyə görüm, turşu əsas nə alınırdı? Neytrallaşma. 1H1OH. Natrium xlor, normal duzdan su. Bəli, normal duzda su alır. Cavab olur D variantı. Sonra? 31 var. 31. Bunu belə yazsam mətin, mən yazılmışım. Bildir. Bu iyonların, anyonları məhdudda hansı iyonlarla qarşılıqlı təsirdə olduqda çöküntü alınır. Deməli, natriumun heç bir duzu çöküntü deyil. Natrium getdi. Natrium çıxır. Kalsiumla bəli, metasilikatdır, ortofosfatdır, sulfitdir, karbonatdır. Hamısı çöküntüdür. Amoniumun heç bir turşu qalığından çöküntüsü yoxdur. Həll olur istisnasız. Bir də bariumdur, bəli. Bariumun bu anyonlarla birləşməsi hamısı çöküntüdür. Yəni cavab olur 2 və 4. Sonra 35 var. Geçer. 35. Deyir, qısa iyon tənliyi bu olan hansıdır? Gəlin baxaq. Dəmir 3 valentlidir. Burada perium xlor 2-də dəmir müsbət 2-dir, olmaz. Burada özü çöküntüdür. Çöküntünün özü olmalıdır. Bu tərəfdə dəmir iyonlarına ayrılan maddə olmalıdır. Dəmir tərkibindəki olan. Dəmir tərkib olan maddə. Bu da ona kimi çöküntüdür. Bu ümumiyyətlə çöküntüdür, iyonlarına ayrılır. Y variantı. Dəmir 3 xloridlə kalium OH. Molekulyar tənlik.
Deyil. Dəmir birləşir OH-la, dəmir 3 hidroksid və kalium xlorla 3 mol kalium xlorid. Molekulyar təmlik budur. Təkrarlayaq. Tam ion təmlik deyin görüm, maddənin ionlarına ayrılır. Dəmir ionlarına ayrılır 3 müsbət, 3 dənə xlor, 3 xlor, 1 mənfi üstə gələr. Kalium OH ionlarına ayrılır 3 kalium, 3 dənə OH və bu maddə ionlarına ayrılmır. Ferrum OH3 olduğu kimi qalır, çöküntüdür. Bir də bu maddə ionlarına ayrılır. 3 kaliumdan 3 dənə xlor. Sol və sağ tərəfdə eyni adlı ionları çıxıb. Xlor getdi, kalium getdi, xlor kalium. Bu tam ion tənlikdəki eyni adlı ionları ıslah edir. Nə qalır? Dəmir 3 müsbət, 3 dənə OH mənfi, alınır dəmir OH3. Və bu nədir? Qısa ion tənliyi. Dəmir OH, ferrum OH3. Sonra yazdınız. 40'a kadar. Yazdım. 40'a kadar var sorunuz. Yoktu. Bakın diyorum. 39 var. 39. Bakın. 39. Hansı maddənin məhlulu ilə ortofosfat, xlorid, bromid və yod ionlarının hamısını təyin etmək olar? Yəni, bu anionların hamısı ilə mümkün dərəcədə nə alınmalıdır? Qeyri-elektrolit, zəif elektrolit və yaxud. Gəlin, baxaq. Magneziumla xlor, özü verir də, bu suda hər olan duzdur. Bu magnezium xlorundan bunlar təyin olunmaz. Getdi. Dəmirlə xlor çöküntü deyil və ya brom. Çöküntü deyil, yol çöküntü deyil, getdi. Bir dənə bu çöküntü verən. Mislə xlor, brom çöküntü vermir, yol çöküntü vermir. Kaliumla heç biri qaldı bir dənə B variantı. Gümüş katyonu buradan qopub, ortofosfatla birləşəndə sarı çöküntü, xlorla ağ çöküntü, bromla sarıntı, yodla sarı çöküntü. Demək, hamısından nə verildi? Çöküntü verildi. Nə? Gümüş katyonu. Növbəti. 40 var. Deyir, bu ionları uyğun olaraqdan hansı sıradakı katyonlarla təyin etmək olar? Uşaqlar, bilirsiniz ki, sulfatın çöküntü olan duzları hansılar idi? Barium sulfat, strontium sulfat, qurğuşun 2 sulfat. Hansılar var bunlarda? Barium olanlar var. Barium saxlayın, qalanları silin. Kalsium sulfat qismən pis həll olan duzdur, az həll olan. Yəni, çöküntü tam deyil. Praktiki çöküntü hansılardır? Strontium, barium, bir də qurğuşun əsasən. Gümüş bir sulfatla kalsium sulfat az həll olan kimi gedir. Xlorla çöküntü verən C ilə D variantı nə qalıbdır? Gümüş. Gümüş xlor nə idi? Ağ çöküntü. Onda C getdi, qaldı D variantı. Hidrogenlə də karbonat alınır. Hidrogen katyonu karbonatla birləşəndə nəyə çevrilir? Karbonat turşusuna. Karbonat turşusu nəyə parçalanır? Karbon qazına və suya. Deməli, avtomatik nə alındı burada? Qaz və su. Zəif və yaxud da qeyri-elektrolit maddələr əmələ gəldi. Bəli. Neyse. Yazmaz. Yazın. Sonra. Neçə? 42 var. Görünmədi. Bu katyonları buradakı katyon və anion qarışığı ilə qarışdırdıqda hansı ionların birləşməsindən çöküntü əmələ gəlir? Bax, hansılarında? Natrium var. Natriumun ümumiyyətlə birləşmələrindən çöküntü olanları var.
Yoxdur. Başqa hansıları? Barium. Bariumlar nə çöküntü verir? SO4. Ay sağ ol. Barium sulfat. Bəli, bariumla sulfat birləşəndə çöküntü alınır. C variantı. Növbəti 50-yə qədər. 47 var. 47. Amonyumdan sulfat iyonlarını hansı maddə ilə hər ikisi təyin olunur? Və görün burada. Sulfatla nə təyin oluna bilər? Əlbəttə ki, burada verilənlərdən barium. Yəni, barium sulfat alt çöküntüdür. Bəs amonyum nə ilə təyin olunurdu? OH-la. Amonyum OH-la alınırdı. Amonyum hidroksid nəyə parçalanır? NH4OH. Nəyə parçalanır? Kəskin ilə amonyak qazına və suya. Deməli, amonyak qazı alındığına görə bu bununla təyin olunur. Onda nə olmalıdır? Bariumun OH-la birləşməsi. Yəni, barium OH2, bəli, bununla təyin ola bilər. Çünki bariumdan sulfat iyonu birləşəndə nə verir? Ağ çöküntü. Bunlar verir barium SO4, ağ çöküntü. Ancaq NH4 ilə də OH birləşəndə parçalanır amonyak və suya. Sonra 849. Hansı reaksiyanın qısa iyon tənliyi suyun qısa iyon tənliyi? Yəni, reaksiyanın solda sağ tərəfində hidrogenlə OH iyonları olmalı solda, sağda su olmalıdır. Yəni, qalan iyonlar çöküntü verməməlidir. Bu maddənin öz çöküntüdür. Ferum OH2 iyonlarına ayrılır. Bunda olmaz. Burada olsa bu maddə oluşun qalmalıdır bu maddə. Bu da onun kimidir. Ümumiyyətlə, zəif əsasları çıxır. Zəif metalların əsasları çıxır. Hamısı çöküntüdür. Nə qaldı bir dənə? C variantı. Molekülər təni deyil, natrium birləşir xlorla, natrium xlorid və hidrogen OH-la alınır H2O. Bu nədir? Molekülər tənlik. Bunu yazaq tam iyon təni, tabii. Tam iyon tənliyində qələblər nə ayrılır? Metal, bir də OH iyonlarla. Bəs turşu nəyə ayrılırdı? Hidrogenlə turşu qalır. Hidrogen katiyonu və turşu qalır, xlor ayrılır. Bu maddə iyonlarına ayrılır, bəli, metalla turşu qalır. Çünki duzsuz da həll olur. Natriumdan xlora, su isə iyonlarına ayrılmır, H2 olduğu kimi qalır. Sol və sağ tərəfdə eyni adlı yüklü olanları, stil iyonları, xlor da getdi. Nə qaldı? OH, hidrogen alınır, H2O qaldı. Bu da bunun nə idi? Qısa iyon tənliyi. Cavab olur C variantı. Sonra deyil. Neçə? Neçə? 9. Bax. Hansı reaksiyanın tam iyon tənliyi doğrudur? Uşaqlar, baxın. Deməli, burada alüminium oksid, turşu qalığı, hidrogen, sulfat, alüminium sulfat iyonlarına ayrılmalıdır. Səhvdir. İyonlarına ayrılmır. Getdi. Deməli, burada kalsiyum metasilikat birləşməsi, yəni kalsiyum silisium odur, iyonlarına ayrılmamalıdır, yanlışdır, çöküntüdür. Burada sinklə OH birləşməlidir, çünki sink hidroksid iyonlarına ayrılmır, getdi. Burada baxırıq, deməli, bəli, doğrudur. Bunlar iyonlarına ayrılır, ancaq H2 silisium iyonlarına ayrılmalı, doğrudur, düz veribdir. Y variantında isə magnezyumun karbonatla birləşməsi çöküntüdür. Çöküntü iyonlarına ayrılır. Yesə, cavab deyə var. Yəni, mümkün ola bilən iyonlarına ayrılır, iyonlarına ayrıla bilməyən maddələri iyonlarına ayrılmış kimi göstərmək səhvdir, yanlışdır. Belə bir şey ola bilməz. Növbəti. Alüminium xloridlə gümüş 1 nitratın məhbulları arasında gedən reaksiyanın qısa iyon təmliyində əmsalların cəmini hesablayır. Birinci qayda, tam tənli yazaq deyil. Alüminium xlorid, üstəgələk, gümüş 1 nitrat, alınır alüminium nitrat, üstəgələk, gümüş 1 xlorid. Əmsallaşdırın. Bura 3, bura 3, bura da 3 elə.
Bu molekulyar tənlik, tam iyon tənliyi. Alüminium 3 müsbət, 3 dənə xlor 1 mənfi, 3 dənə gümüş və 3 dənə NO3. Bu gümüş 1 nitrat, daha doğrusu gümüş yox, alüminium. Alüminium, NO3, 3. Burada 1 moldur. Deməli 3 gümüş, 3 nitrat, hə. 1 alüminium, 3 müsbət. 3 dənə nitrat iyonu, 1 mənfi. Bu isə gümüş 1 xlorid iyonlarına ayrılır, çöküntüdür. Sol və sağ tərəfdə eyni adlı iyonları çıxır. Nələri çıxırsınız burada? Deməli, alüminiumlar getdi, bir də nitratlar getdi. Nə qaldı? 3 dənə xlor, 3 dənə gümüş və alınır 3 mol gümüş 1 xlorid. Sol və sağ tərəfdə əmsalları silib, xlor, üstə gələk gümüş, alınır gümüş, xlorid. Belə. Bu da oldu qısa iyon tənliyi. Əmsalları cəm neçədir? 1, 1, 1. Neçə deyil? 3, 3. Əmsalları cəmişdir. Sonra. Deyil. 60'a qədər. Var. Sualımız var uşaqlar. 60'a qədər. Neçə? Ama əlim yox. Sizdən? 72. Hansı reaksiyanın qısa iyon tənliyi NH4 plus OH-dır? Yəni, qalanları çökür, qalanlarından alınır zəif elektrolitlər. Bariumla SO4 bəli, uyğun gəlir. Barium SO4 çöküntüdür, alınır NH4 OH. Bəli, NH4 OH. Bu da parçalanır amoniak və suya, doğrudur. NH3 və suya parçalanır. Yəni, bu ola bilər. Buradakı NH4 ilə OH qalır, o da parçalanır amoniak və suya. Bariumla sulfat çöküntüdür, o ola bilər. Mis 2 hidroksid bəli başdan çöküntüdür. Bunun çöküntüsü olduğuna görə belə olamaz, bu formada iyonlarına ayrılanmaz maddə. Bu yanlışdır. Kaliumda sulfatla çöküntü deyil, suda həll o maddədir. Ona görə də kalium sulfat NH4OH. Bəli, burada bu maddə iyonlarına ayrılır. Əslində, bir dəqiqə dayanın. Bizə deyir ki, qısa iyon tənliyi belə olsun. Axı, burada barium sulfat iyonlarına ayrılmır. Onda burada həm budur bunun qısa iyon tənliyi, həm də budur. Hər ikisi qalmalıdır. Məhsulda heç bir maddə iyonlarına ayrılmır. Qısa iyon tənliyində burada olmalıdır barium sulfat. Bu yanlışdır. Bu da yalnız 3. Yalnız 3-də kalium sulfat təzədən iyonlarına ayrılır. Ancaq ammonium hidroksid iyonlarına ayrılmır. Çünki ammoniak və suya parçalanır. Onda bu reaksiyada, bəli, 3-cü reaksiyanın tənliyi buna uyğun gəlir. Çünki kaliumla sulfat gedir, iyon kimi qalmır. Yəni iyonlarına ayrılır. Məhdulda qalmır. Məhdulda qalmır, çöküntü alınır ondan. Yəni o iyon verir. Moleküllər formada qalır. Zəif deyil deyə iyonlarına ayrılır. O da məhdulda sol və sağ tərəf silah gedir. Bu da onun kimidir. Özün siz tapın. Deməli, natriumla sulfat gedir, birləşəndə çöküntü alınmır. Çöküntü alınmadığına görə bunlar qısa iyon tənliyə qalır. Ancaq NH4 ilə OH burada parçalanır ammoniakla suya. Ona görə də qısa iyon tənliyə burada qalır NH4. Burada qalır OH. Bu da o kimidir. Yox, burada barium sulfat çöküntüsü alınır. Çöküntü alındığına görə alınır. Bu da o kimidir. Burada barium sulfat çöküntüsü alınır deyə o barium sulfat çöküntüsü olduğu kimi qalır. İyonlarına ayrılır. Bir dənə budur. Bir dənə natrium OH deyir. Buna uyğun yox, buna uyğun gedən, buna uyğun. Buna uyğun yalnız bilir. Deyil. Ha, deyil onda 2 ilə 3. Bir uyğundur, 2 ilə 3 uyğun deyil. Hava yox. Yəni, NH3-dən başqa yenə də zəif elektrolit maddə alınır. Barium sulfat. Sonra? 5, 1. Uşaqlar, burada demək istəyir ki, bu maddə iyonlarına ayrılır da, X metalı nədirsə katyonu, ortofosfatla suda həll olan duzdur. Y-də sulfatla 2 valentli suda həll olan duz.
X iyonu SO4 iyonunla X2 SO4 birləşməsi əmələ gətirir. Bəli. Y2 müsbət iyonu PO4 ilə Y3 PO4 2. Bəli, doğrudur. X ilə Y iyon rabitə. Xeyr, X ilə Y metaldır. Metalla metal birləşmir. E yüklü iyonlar katyonla katyon birləşə bilər belə? Yox. Katyonla katyon birləşmir axı. 1 ilə 2 doğrudur. Sonra opsi bölmədən. Var sorumuz. Şuradan keçsin. Məsələn, işləyirsiniz ayrı bölmədən bilmən. İşləmirsiniz. Yaxud güvənlə. Gətirin. Gətirin. Neçə? Deyil. %90'da 190'da Neçə? 190'da 10. 188. İşləmir. Sonra bir tane var. Nasıl alttan düyməsini? Stolun üstü yaxşı, yəni yoxdur. Deyil səhvəsi. 88 zaman. Birinci var işte. Bu uşaqlar Ben. deyil. Güvən 2024 11-ci bölmə mövzu elektrolik dissosiasiya elektrolik 10.3. Birdən ona. 4. Dəmir 2 sulfatın 5 molu suda həll olubdur. 4 molu iyonlarına ayrılır. 5 molundan 4 molu iyonlarına ayrılır. Ay səsədir. Üstün nə idi? Alfa bərabərdir. N dissosiasiya etmiş bölünsün N iyon vurulsun 100. N dissosiasiya edilmən. Yazaq düsturu. N dissosiasiya etmiş bölünsün N ümumi vurulsun 100. Alfa da bərabərdir. 5'də 4 bırak 100. Alfa da bərabərdir 80 var. Sonra Uzun sürür. deyil. Neçə? Ona qədər. Yok 100. Hı? Yok 100. Ona qədər. Sonra Sen de bak. Ben de bak. Ben sizden. sən də bax. Ona qədər. Yoxdur. 20'ye qədər. Neçə? Burada nə seçdin? Bundan. Ha, 20'ye qədər. Tezlik. Yoxdur. 30'a qədər. 27, 28. 2 mol dəmir 3 kloridi suda həll etdikdə əmələ gələn iyonların cəmi sayısı 2 mol dəmir 3 klorid nəyə parçalanır? 2 dəmirlə 3 dəfə 3, 6 dənə xlora. İyonların cəmi neçə eləyir? 8. 8 yana, 8 mol. İyonların cəmi sorulur. Sonra
Neçə? 28. Eyni şey. Burada 3 mol olacaq. Hansıda? Burada ikisi birbirindən yəni. 9 mol bəli, 9 mol anion alıbdır. X-in qabağı neçədir ki burada əmsal? 3-ə vuranda X vuraq 3x xlor, 3x xlor 9 edir, elədir, 9 mol anion. X-ə bərabərdir 3 mol. Sonra neçə? 30. 30 var. Duz eksiklikdir. 1 molun tam dissosiasiyasından əmələ gələn iyon olsa, 1 molundan 2 mol iyon, natrium 1, kalium 1, sulfat 1, 3 mol iyon alınır. Bu buna aiddir, 1. Burada 1 mol ammonium, 1 mol NO3, 2 mol iyon, buna aiddir, 2. Burada 1 kalium var, 1 müsbət. Bir dənə də CH2O var, 1 mənfi. 2 mol iyon, buna aiddir. Burada 1 natrium, 1 hidrogen, 1 sulfat. 3 mol iyon. 3 mol da aiddir buna. Yox, X-ə aiddir. Nəyi? X. Burada 4. 1, 4, 2, 3. X-ə 2, 3, 1, 4. A variantı. Sonra. Geyiniz. Qaldı. Neçə? 35 var ama. 35. 35, 38. Sirkə turşusu və şəkərin su ilə əmələ gətirdikləri qarışıqlara aid olanlar. Bəli, sirkə ilə şəkər suda həll olur. Homogen qarışıqlardır. Bu yanlışdır. Elektrik cəryanını sirkə keçirir, suda məhdud olur. Şəkər yox. Niyə? Şəkər iyonlarına ayrılmır. Hansına aiddir? Bir, hər ikisinə aiddir. Bir. İki, müxtəlif cizli qarışıq heç birinə aid deyil. Elektriki keçirən sirkə aiddir. Üç. Ayrılması kristallaşdırma üsuludur, o da aid şəkərə. 1, 3, 1, 4. A variantı. Sonra. 500 milli olan, yəni 0,5 litir, 2 molyar qatlıqlı CM, 2 molyar qatlıqlı X2SO4 duzunun dissosiasiya etdikdə cəmi 3 mol iyon əmələ gəlir. Duzun dissosiasiya dərəcəsini hesablayın. Şolar, bunun molyar qatlığı həcm vurğu neçə eləyir? 1 mol elə. 1 mol duz, yəni 2 bıraq 0,5, 1 mol. 1 mol duzu iyonlarına dissosiasiya etdikdə 3 mol iyon alınır. Normalda bunun 1 molundan neçə mol iyon alınır? 2x və 3 dənə də SO4, 2 mənfi. Bundan bunu cəmi neçə eləyir? 5 mol. 5 mol iyon alınsa 100% çıxımdır. 5 NA sayda iyon alınsa 100% çıxımdır. İndi nə anlıqdır? 3 mol iyon, 3 NA sayda. O da alfa. Alfa ne hesablayır? 60 edir. 60 edir, bəli. Bəli, 60%. Sonra 38 var. uşaqlar, bu duzun 1 molundan 2 mol nitrat iyonu alınırsa, duzun tərkibində metalımız ən azından 2 valentli olmalıdır ki, metalın 2 valentli halından birləşsin 2 müsbət. 1 nitrat iyonu və alınsın metal NO2. Yəni metalımız 2 valentli olmalıdır. Burada isə metalımız sizcə neçə valentli olmalıdır ki, 3 dənə flor saxlasın. Müsbət 3. Yəni 3 valentli. Burada 2 valentli metal, burada 3 valentli metal. Burada yəqin ki C variantı. 40-a qədər. Neçə? 43. Həcmi vurun molyar qatlığa. Tapın molu. Neçə eləyir?
0,25 mol. 0,25 mol X brom 2 maddəsində brom iyonların sayı nə qədərdir ki, alfanın qiyməti 80%-dir. Birinci 100% saxlayır, 100% ilə 0,25 mol 2-yə brom neçə eləyir? 0,5. 0,5 mol brom iyonu alınsaydı 100% çıxım idi. 80% çıxımla nə qədər alınır? En qədər. Yəni buradakı brom iyonlarının sayısı normalda 100% ayrılsa 0,5-dir. 80% neçə eləyir? En bərabərdir 0,4. Sonra qaldı 50-yə qədər. 45. 45. 45-də deyir ki, buradakı iyon sayısı 2N, 3N, N3N, yəni birinci səsifədir. Yuxarıda bir var, baxın köşərdə. Burada bir şey var. Orada bir dənə qrafik var. Hə, dissosiasiya prosesində əmələ gələn iyonların sayının zamandan asıllığı. Birinci qrafika baxın, oradan baxaq. Birinci də hesab oluncalıdır. 2 mola 3 mol. Yəni iyon sayısı 2-3-ə. Birincidə 2N-ə 3N-dir. Sonra bura qədərdir ikincidə? Burada. N-dən 3-ənə. N-ə 3N-dir. Yəni birinci nisbəti. Burada isə N-in 2N-ə. Yəni baxırsınız, maddələrin hamısını iyonlarına ayırır. Hamısını da bu nisbətə bölür. 2-3-ə 2 dəmir, 3 dənə sulfat. 1-3-ə 1 alüminium, 3 dənə hidrat doğrudur. 1-2-yə, yox 1-2-yə. Burada 2 kalium, 1 karbonat. Əslində qalsıda 1 karbonata 2 kaliumdur. Burada şərt deyil ki, hansıdır? Yəni anion və ya kation hansı birincidir? Birinci söhbət yoxdur, ümumiyyətlə. A-da 3-ün 1-ədir, getdi. C-də 1-in 3-ədir, getdi. D-də 2-in 3-ə, 1-in 3-ə, bu 1-in 1-ədir. 1 kalium nitratdır, o da getdi. Y variantında bu maddə iyonlarına ayrılmır deyə o da getdi. Qaldı B variantı, bəli. Sonra qaldı neçə? 8-də. Deyir, dissosiasiyanın dərəcəsi 80%-dir. X2, YO3 neçədir bu? M-dir. Baxın, görün. Duzunun 2 molu dissosiasiya edərkən 2 molu əmələ gələn iyonların ümumi sayı 8 moldur. 80%-lə 8 mol iyon alınırsa 100%-dir, 100%-lə. Neçə eləyir bunlar? 100%. X neçə eləyir? 10. Deməli, bunun 2 molu tam iyonlarına ayrılanda nə qədər iyon alınmalıdır? 10 mol. Əmsalı bunun iyonların deksinə, iyonların, atomları yox. 2-ni 2-yə vuranda 4x, 2-ni n-ə vuranda YO4-dən ayağına 2. O da bərabərdir 10-a. 2-yə bərabərdir 10 çıxaq 4, 2-yə bərabərdir 6, n də bərabərdir 3. N 3-ümüş. Nəyə soruşur? Məhlulda olan aniyonların mol sayı. Baxın, n-ə 3 yazın. x2, YO4, 3. Bunun 2 molunda nə qədər aniyon var? 2-ni çarpın. 6 mol YO4, 3 mənfi. 2-ni 2-yə, 4 molda x2 müsbətilə. Yox, daha doğrusu bu 2 mənfi, 3 müsbət. Aha. Bunun 2 molu tam iyonlarına ayrılanda 100% çıxımla neçə mol aniyon alınır? Neçə mol aniyon? 6 mol. 100% ilə 6 mol aniyon alınırsa, onda bunun 80% neçə eləyir? 80% olsun eləyir. 4,8 mol. Bəli, 4,8 mol aniyon. Sonra neçə? Qaldı. Əlli 1 mol KN XO4 duzunun dissosiasiyası zamanı iyonların molunun dəyişməsinin zamandan asılığı verilibdir. Deməli, deyir ki, 1 molundan nə alınıbdır? 1,5 mol K alınıbdır və 0,5 mol XO4. Bunun 1 molunda XO4 nə qədərdir? Bir dənə. 1 molunda.
1 molunda 1 mol ən azından XO4 var. Baxın, 1 molunda XO4 N mənfi 1 dənədir. Və N qədər də kalium var, müsbət. 1 molunda 1 mol XO4 varsa əgər, 1 molunda 1 mol XO4 varsa, əgər, bunun deməli 1 molunun nə qədər iyonlarını ayırır ki, yarım mol XO4 alınır. Deməli, yarım mol. 1 molundan 1 mol alınır. Əgər burada yarım mol alınıbsa, bu yarım mol iyonlarına ayrılıbdır. 1 molun yarım molu iyonlarına ayrılıbsa, alfa neçə faizdir? 25. 50 faizdir. 25 niyə? Yarım mol bölünsün, başlanğıc bütöv 1 mol. Yarım bölək 1, vuraq 100, 50 faiz. Bu 100 faiz yanlışdır. Bu getdi. Deməli, bunun 1 molunun 50 faizindən 1,5 mol kalium alınıbsa, 50 faizə 1,5-dirsə, 100 faiz nə alınır? 3 elə. Deməli, bunun 100 faiz iyonlarına ayrılsa, N'in qiyməti 3 olmalıdır ki, 3 mol kalium alınsın. Bəli, kaliumuz pürdür. Deməli, bunun 1 molunda 3 mol kalium var. Bu doğrudur. Kalium 3 olanda hesablayır. Kalium 3 XO4-də oksigen mənfi 2 müsbət 1, müsbət 5. Bəli, oksidləşmə dərəcəsi müsbət 5-dir. Dinlən 2. Deyək bakalım. Sonra. Yox sualımız buradan başqa. 60-a qədər. 70-ə qədər. 71 var. Deməli, 45 qram XA, YO3B tərkibli elektrolitin 1 litr suda əmələ gətirdiyi iyonların molyar qatlığı belirtilir. Litr vurun molyar qatlığa eyni şey olacaqdır. Bir də buranda 0,5 mol YO3-lə 0,25 mol X maddəsi alınır. Maddənin molyar kütləsini hesablayın. Uşaqlar, baxın, bunu tama gətirin, ən kiçik tam rəqəmlərə gətirin. Tam rəqəmlərə. Bunu deməli artıranda 0,5-ə 1, tam artırın 1-ə 2. Deməli bunun miqdarı ən kiçik tam ədəd 2 mol olur. Bunun miqdarı da 1 mol olur. Bu ikisini birləşdirir. Deməli X bir dənə, YO3-də 2 dənə. Nə alındı? X, YO3, 2. Neçə farqdır? Həm 10 dəfə, yox, həm 2 dəfə, həm 2 dəfə. Həm də yenə neçə farqdır? 2 dəfələr. 2 dəfə 1, 2 dəfə də 1. 2 dəfə, 2 dəfə. Yekun 4 dəfə. Bunu 4 dəfə artıranda tam qiymət bu alınıbsa, onda bunun burada verilən kütləsini 4 dəfə artırır. Neçə eləyir? 4 dəfə artırır. 45 vuraq 4. 180. Deməli, bəli, bunun bir tam kütləsi 180. Yəni, tam rəqəmlərə gəlmək üçün neçə dəfə artım olsa, verilən kütlə də bir o qədər dəfə artmalıdır. 4 dəfə artıq tam qiymətlərə gəlmiş hissədə ən kiçik, 4 dəfə artırmalıyıq. Növbəti. 74. Molyar qatlığı bunun həcmə litrə çevrilir. Tapın molları. Hə. 80. Neçə eləyir? 0,1, 0,8, 0,108, bu da 0,1 litrə çevrilir. 0,2, 0,2, 0,2 ferrum xlor 2-dir, 0,108-də natrium xlordur. Natrium xlorda 0,8. Baxın, normalda bunun 1 molundan, bunun 2 molu tam reaksiya gedir, alınır ferrum OH, natrium OH-dır, değil mi? Natrium xloru, natrium xloru. Ehtiyac yoxdur ki, bununda, reaksiya etmir. Beləcə qalır. Bunun deməli uşaqlar 0,2 molunda nə qədər xlor var? Xlorların sayını tapın. 0,2-yə vurun. 0,4 xlor. Bunun 0,8 molunda natrium xlorda nə qədər xlor var? 0,8 xlor mənfi. Bu ikisini cəmi neçə eləyir? Bununla bunun cəmi. 0,112 mol xlor. İndi bunu bölüsüz həcmləri cəmlə 2 məhlul qarışdırılıbdır. 100 ilə 100-ün cəmi neçə eləyir? 200. 200 də 0,2-dir. İndi bunu bölürsən, yekun xlorun molyar qatlığı. 0,12-ni bölürsən,
0,2-yə. 0.6. 0,6. Molyar qatlıq nə qədərdir? Xlorun molyar qatlıq 0,6. Sonra nasıl işləyirsiniz? Qalıb bunlar. Bəndir bu.